Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Müğənni Yeganə Mürsəlovanın səhhətində problem yaranıb. Xəbər verir ki, sənətçi bu haqda Günə Uğurla verilişində danışıb. Sənətçinin sözlərinə görə bir neçə gün öncə toyda yıxılıb. Acımız bizə məxsusdur. Bunu qəlbimizdə gizlədirik. İstəməmişəm ki, insanlara acımı hiss etdirim. Atamın 7 mərasimindən 2 gün sonra toy oxuyan adam olmuşam. Beh verib toya dəvət edəni necə qıra bilərəm? Ən çox qınanılanlar incəsənət adamlardır. Dərdimizlə baş-başa qala bilmirik. 1-2 gündür sağlamlıqla sınağa çəkilirəm. Ayın 9-unda Gürcüstana getməli idim. Noyabrın 8-də toyda bir də gördüm yerdəyəm. Halım pisləşib yıxılmışam. Ümid edirəm yaxşı xəbər alaram.